Yeni evimi təmir edirəm. Part 3. Yanvar ayından bu yana evdə baş verən bir çox prosesləri çəkə bilməmişdim. O ərəfədə demək olar ki, ev tamamilə dəyişdi. Bu gördüyünüz Sabirin papağıdır, bu ustanın şalvarı, bu atılmalı olan zibillər. Qonaq otağının divarlarındakı orta əsrdən qalma bu güllə boyları qopardı. Əvəzində otağı ağ günə çıxartdı. Fikrimcə bu rəngdən sonra otaq daha ürək açan və daha gözəl görünür. Mətbəxin də divarlarındakı aboy və metlağı söküb daha fərqli dizayn eləməyə qərar verdim və otağı yaşıl rəngə boyadım. Fikrimcə belə daha maraqlı görünür. Rəylərdə Ay bu nə rəngdir? yazıb mənim də qanımı qaraltmayın. Bu kajoldur, bu da kajoldur, bu da. Bu da. Hamamda heç bir dəyişiklik eləyə bilmədim. Bir dənə işıqlar dəyişildi. Amma hamamla da bağlı ideyalarım var. Evin ən gözəl güşəsi olan tualeti isə hələ də dəyişməyə davam edirəm. Yataq otağında da divardakı orta əsrdən qalma boylar söküldü. Əvəzində isə tünd rəngli emosiya var. Eyni şəkildə ofis otağı olaraq nəzərdə tutduğum otaqda da divarları tünd rəngdə eləməyə üstünlük verdim. Bu evin hələ görüləcək işləri çox. Qapılar qalıb, plintus qalıb, hamam tualetdə unitaz moydadır və bir çox bu kimi görüləcək işlər çoxdur. Əslində sponsor tapsaydı işimiz daha tez qutarardı.